Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, mən Aytən Hüseynova sizlər üçün iş formaları sınağının izahını edəcəm. Deməli, birinci testə baxırıq. Qeyd edir ki, şagirdin tək başına gördüyü fəaliyyəti nəzərdə tutur. Əlbəttə ki, biz qeyd etdik ki, tək başına iş bu fərdi işlə mümkündür. Daha sonra digər testə baxırıq. Gülər müəllim təsvir incəsənət dərsində hər zaman onun sinifində oxuyan, introvert şəxsiyyət tipinə malik olan Ayanı nəzərə alıb, daha çox fərdi iş formasından istifadə edir. Bu situasiyaya əsasən uyğun olan cavabı müəyyən edin. Əlbəttə ki, müəllimlər, biz qeyd etdik ki, dərslərimizdə də hər zaman da qeyd edirik ki, yalnız bir iş formasından və yaxud da ki, bir iş üsulundan istifadə etmək doğru deyil. Çünki bizim sinifimizdə həm müxtəlif öyrənmə tərzlərinə, həm müxtəlif intellektə, həm müxtəlif səviyyədə, həm müxtəlif marağa sahib olan şagirdlər var. Ona görə də şagirdlərin marağını nəzərə alıb, hər bir iş üsulundan, eləcə də hər bir iş formasından istifadə etməliyik. Ona görə də burada olacaq Gülər müəllim il ərzində bütün iş formalarından istifadə etməli idi. Digərinə baxırıq. Aşağıdakılardan hansı iş formasıdır? Bəli, burada cütlərlə iş olacaq, digərləri isə iş üsullarıdır. Amma cütlərlə iş əlbəttə ki, iş formasıdır. Digərinə keçid alırıq. Bu iş formasında şagirdlərdə həmçinin bir-birini fəal dinləmək bacarığı da formalaşır. Bu iş forması öyrənmə prosesində çətinlik çəkən şagirdlərin güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şəxslər arası intellektə sahib olan şagirdlər üçün xüsusilə əlverişlidir. Bəli, müəllimlər, dərsdə də qeyd etdim. İndi də qeyd edirəm, cütlərlə və qruplarla işdir ki, burada əlbəttə ki, şagirdlərdə daha çox öyrənmə baş verir. Çünki şagird bilmədiyi halda digər şagird yoldaşından nə isə öyrənə bilir. Bu da əlbəttə ki, cütlərlə və qruplarla iş olacaq ki, həm də onu da qeyd etmişdik ki, şəxslər arası intellektdə, yəni ekstravert şəxsiyyət tipinə malik olan şagirdlər üçün bu iş formaları daha əlverişlidir. Yəni onlar üçün daha xoş gəlir bu iş formalarından istifadə edəndə. Digərinə baxırıq. Verilən xüsusiyyətlər hansı iş formasına aid deyil? Şagirdlərin bir-birindən öyrənmək imkanı olur. Problemin həlli üçün birgə çalışırlar. Şagirdlərdə yardımlaşma bacarığı formalaşır. Əlbəttə ki, bax müəllimlər, bu bütün siniflə işdə də var. Çünki şagirdlər bir-birindən öyrənmə imkanı olur. Problemin həlli üçün birgə çalışırlar. Bu cütlərlə işdə də olur, qruplarla işdə də. Ancaq fərdi iş şagirdin tək başına hər hansısa bir fəaliyyəti yerinə yetirir. Yəni, burada hər hansısa bir şəxs yoxdur artıq. Demək ki, bu fərdi iş formasından söhbət gedir. Digərinə baxırıq. Şagirdlər öz templəri ilə işləyirlər, bildiklərindən daha əmin olurlar, düzgün yönləndirildiyi təqdirdə öz öyrənmələri haqqında təsəvvürə malik olur və müstəqil iş zamanı onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilirlər. Söhbət hansı iş formasından gedir? Əlbəttə ki, burada da fərdi iş olacaq. Çünki öz templəri ilə işləyir. Yəni, orada digər şagird ona qeyd etmir ki, bu cür işləyək, hər hansısa bir fəaliyyəti yerinə yetirən zaman digər şagirdlər artıq orada müdaxilə etmir, öz templəri ilə işləyirlər və burada düzgün yönləndirildiyi təqdirdə öz öyrənmələri, bəli, burada metakognitiv bacarıqları, yəni metakognitiv bilik şagirdlərdə bu kimi bacarıqlar formalaşır. Çünki orada özü öyrənməsi haqqında məlumatlı olur, özünün zəif və güclü tərəflərini müəyyən edə bilir. Ona görə də bu fərdi iş formasından söhbət gedir. Digərinə baxırıq, hansı iş formasında bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır, fərqli fəaliyyətlər həyata keçirmək olur. Bu da əlbəttə ki, olacaq qruplarla iş. Çünki burada demək ki, bəli, qruplarla iş bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır, fərqli fəaliyyətlər həyata keçirmək olur. Bəli. Digəri hansı iş forması fərddaxili intellektə malik olan şagirdlər üçün daha effektivdir? Əlbəttə ki, qeyd etdik ki, fərddaxili intellekt
Nə idi? Onlar təkliyi sevirdilər. Tək başına hər hansısa bir işi yerinə yetirən zaman onlar üçün daha xoş olurdu. Bu da fərdi işdən söhbət gedir. Fərdi iş, fərd daxili intellektə malik olan Howard Gardnerin nəzəriyyəsindən söhbət gedir. Həmin intellektə malik olan şagirdlər üçün daha xoş təsir bağışlayır və həmçinin də introvert şəxsiyyət tipinə malik olan şagirdlər, onlar da təkliyi daha çox sevirdilər. Digəri isə bu iş formasında bəzi şagirdlər az, bəzi şagirdlər çox işləyə bilər ki, bu da şagirdlər arasında narazıçılığa səbəb olur. Söhbət hansı iş formasından gedir? Əlbəttə ki, müəllimlər, burada da qruplarla iş olacaq. Çünki qruplarla işdə elə olur ki, bəzən hər hansısa bir şagird az işləyir, bəzisi çox işləyir. Ümumiyyətlə, bunun çatışmazlıqları hər bir iş formasının çatışmazlıqları da var idi. Yəni, yaxşı tərəfləri də, faydası da var idi və çatışmazlıqlarında da qeyd etdik ki, bəli, bu bəzi şagirdlər olur ki, az işləyir, bəzi şagird çox işləyə bilir ki, bu da şagirdlər arasında narazıçılığa səbəb olur. Deməli, bu qruplarla iş formasından söhbət gedir. Şagirdlərdə empatiya hissi formalaşdırır. Söhbət hansı iş formasından gedir? Empatiya, yəni özünü başqasının yerinə qoya bilmək, daha sonra başqalarının hiss və düşüncələrindən agah olmaq. Bu da əlbəttə ki, olacaq cütlərlə iş. Çünki qarşısındakını anlama bacarığı olur, qarşısındakının yerinə özünü qoya bilir. Empatiya hissi cütlərlə işdə olacaq. Yadımızda qalsın. Digər bir testimizdə isə xanım müəllim sinifdə bu iş formasını tətbiq edən zaman müşahidə edir ki, əli utancaq və passiv olduğundan bu fəaliyyətdə kənarda qalmışdır. Deməli, söhbət hansı iş formasından gedir? Əlbəttə, müəllimlər, bu deməli bütün siniflə iş olacaq. Çünki bütün siniflə iş formasının da faydası olduğu kimi qeyd etdik ki, çatışmazlıqlarından biri də bu idi ki, burada bütün sinif, yəni ki, hər hansısa bir fəaliyyəti bütün sinif bir arada yerinə yetirmiş olur. Bu zaman biz qeyd etdik ki, məsələn, introvert şəxsiyyət tipi, fərd daxili intellektə malik olan şagirdlər, ümumiyyətlə, utancaq şagirdlər bu fəaliyyətdən kənarda qala bilərlər. Əlbəttə ki, bu zaman bu bütün siniflə işə aiddir. Digəri isə Səma müəllim hər zaman bu iş formasının köməyi ilə şagirdlərinin fərdi olaraq hansı bilik və bacarıqlara sahib olduğunu müəyyən edir. Yenə də söhbət hansı iş formasından gedir, bunu bizdən istəyir. Bu da olacaq, əlbəttə ki, deməli, fərdi iş. Çünki bu iş formasının köməyi ilə qeyd edir ki, fərdi olaraq hansı bilik, yəni tək olaraq, fərdi olaraq hansı bilik və bacarıqlara sahib olduğunu müəyyən edir. Artıq özünün bilir ki, nələri bilir, nələri bilmir, özünü qiymətləndirmə edir. Ümumiyyətlə, qiymətləndirməsini də qeyd etdik ki, burada özünü qiymətləndirmə edən zaman artıq özü üçün bir strategiya seçə bilir. Bu fərdi iş formasından söhbət gedir. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.